Salam dostlar, bugün 6-cı sinif təbiət iş dəftəri 1-ci hissə mövzu 5-i izah edəcəm. Mövzumuzun adı difuziyadır. İş vərəqi 1. Difuziya nədir? Səhifə 52 və 53. Birinci tapşırığa baxırıq. Leylanın anası pizzanı sobadan çıxarır. Bu zaman Leyla pizzanın qoxusunu hiss edir. Birinci sual. Leylanın pizzanın qoxusunu hiss etməsinə hansı hadisə səbəb olur? Leylanın pizzanın qoxusunu hiss etməsinə difuziya hadisəsi səbəb oldu. İkinci sual. Birinci şəkil pizza sobadan çıxarılan ana uyğundur. Yəni bu şəkil. Bir neçə saniyədən sonra Leyla pizzanın qoxusunu hiss edir. Bu an üçün havanı təşkil edən qazların və pizzadan ayrılan zərrəciklərin vəziyyətini təsvir edin. Mən tam bütün zərrəcikləri təsvir edə bilməmişəm. Amma əsas 12 dənə idi burada. Pizzanın qoxusunun zərrəcikləri, onları qeyd etmişəm və mənim qeyd etdiyim şəkildə görürsünüz ki, ətrafa yayılıb pizzanın qoxusunun zərrəcikləri. Ona görə də Leyla qoxunu hiss edə bilir. Yəni belə olmalıdır düzgün. Tapşırıq 2. Doğru sözlərin altından xətt çəkin. Difuziya bir maddənin molekullarının sayının çox olduğu yerdən az olan yerə yayılmasıdır. Mayenin qarışdırılması difuziyanı sürətləndirir. Tapşırıq 3. Hansı hallarda difuziya baş verir? Suya bir neçə damcı meyvə şirəsi əlavə etdikdə və burada baş verir. Qənd parçasını suya əlavə etdikdə burada da baş verir. Suya müəyyən miqdarda qum əlavə etdikdə bu zaman difuziya hadisəsi baş vermir. Ətir şüşəsinin qapağını açdıqda bəli bu zaman baş verir. Buzu əritdikdə isə xeyr, baş vermir. Şəkillərin hansında difuziya prosesinin ardıcılığı doğru göstərmişdir? Birinci bu şəkilə baxırıq. Birinci şəkilə. Baxırıq ki, burada maddənin zərrəcikləri toplanıb bir yerə sadəcə düzülübdür. Sonra ardıcılıq olaraq ikincisində yavaş-yavaş bunlar hərəkət etməyə başlayır və üçüncüsündə də harda bu zərrəciklərdən yoxdursa artıq bütün yerə yayılıbdır onlar. İkinci şəkildə isə baxırıq ki, burada hər yerə zərrəciklər yayılır və sonra isə onlar əvvəlki yerinə qayıdır. Yenidən topalanır. Burada ona görə birinci şəkil doğrudur. Çünki maddənin zərrəcikləri harda azdırsa ora yayılır. Tapşırıq 5. Azər uzaqdakı zavodun tüstü borusundan çıxan tüstünü müşahidə edirdi. Tüstü borudan uzaqlaşdıqca seyrəlir və tədricən görünməz olurdu. Baş verən hadisəni necə izah edərdiniz? Birinci zavodun borusundan çıxan tüstü difuziya nəticəsində yayılır. Boruya yaxın yerdə tüstü çox sıx olduğu üçün aydın görünür. Yəqin ki, siz də belə bir mənzərə görübsünüz. Uzaqlaşdıqca tüstü zərrəcikləri havadakı qazlarla qarışır, seyrəlləşir və tədricən görünməz olur. Bugünkü dərsimizdən bu qədər dostlar, hələlik.